daxilində deyil. Gözümüzün qarşısında dağ boyda adam əriyir, məhv olur, azadlıq ədalətdən yana özünü fəda edir. Bugün daha bir qəddar qərarın şahidi olduq biz. Məlumat üçün deyim ki, ilkin baxış zamanı maksimumu ən gec 14 günə təyin oluna bilərdi məhkəmə və bugün ən gec həmin olan 14 günə də təyin edədilər. Budur artıq sonuncu fərqi aradan qaldırırlar. Artıq Azərbaycanın Türkmenistanlaşması başa çatır. Burada da danışmağa qoymurlar. Polis əməliyyatını başladılar. Mən istəmirəm ki, əlavə əsas olsun, ona görə də bununla tədbirimiz başa çatdı. Sağ olun. Eləməyin də, tutarın da. Salam değerli izleyiciler, Topu Yaygınlamak. İman Kima prosesi geçirildi. İcazə ver. Polisler müdaxilə elədi. Yok ne var orta. Ay, Gestapo. Sahibe verin. Ne koy verin sahibesi versin çıkartıyor. Şeref. Değerli izleyiciler, Topu Yaygınlı məhkəmə prosesi keçirildi. Prosesdən sonra prosesdə iştirak edən açıqlama vermək istəyirdi. Lakin polislər müdaxiləsi nəticəsində Aman. Gel çık buradan. Ha? Salam xanımlar, salam. Sağ olun, çok sağ olun. Məhkəmə ayın neçəsində təyin olundu? Ayın 20'sine sakladılar. May ayının 20'sine. 20'sine. Bəli. Bir haber yapsak tamamlaşı verdiye de tamam. Ölümler polisi. Salam namizədə, hər vaxtın xeyirli olsun. Bu haqqında nə deyə bilərsiniz? Gördüğünüz kimi sürüyorlar da bizi. Sürüyorlar. Bugün yaxşı bir izdiham var. Tofiq Yaygınlının müdafiəsi ilə bağlı iştirak edirlər. Bu deməkdir ki, xalqın birliyinin nümayişidir hər bir halda. Tofiq bəy haqqında nə deyə bilərəm? O bir ideal insanıdır. Onun atdığı addımlar yalnız özü ilə bağlı deyil. Ümumiyyətlə, bütün siyasi məhbusların azad olunmasını tələb edir. Təkcə özünün yox. Çox təəssüf ki, hakimiyyət hələlik bu addımı atmır. Tofiq Yaygınlının həyatı təhlükədən asılıdır. Bir daha bu fürsətdən istifadə edilib, onun dərhal azadlığa buraxılmasını tələb edirəm və bu qədər insanın fikrinə hörmətlə yanaşmasını tələb edirəm dövlətdən. Çox sağ olun, minnətdarım. Çox sağ olun. Gel. Değerli izleyiciler, Ağır Cinayətlər Məhkəməsində Tofiq Yaygınlı
9 il həbs cəzası kəsmişlər. Həmin cəzadan narazı olaraq Bakı Apellyasiya Məhkəməsinə vəsadət verilmişdi. Bu günləri Bakı Apellyasiya Məhkəməsində Tofiq Yağubluya baxış məhkəməsi keçirildi. Salam. Hər vaxtın xeyir. Necəsiniz? Ya bir fikirləş ha, Magnitski'dən də betər eləyirsən sən. Ne diyeyim? Yaxşı, sağ ol. Sağ ol. Siz sağ olun. Magnitski'dən betər. Sen içeride neceydin? İçəridəki. İçeride. Belə dəyərli izləyicilər, bununla da canlı yayımı bağlayıram. Tofiq Yağublu'nun məhkəmə prosesi may ayının 20-sinə təyin olundu. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Kanalımıza abunə olun. Tamam. Hə? Nə olub?